Bəlkə də ən çox danışılan və müzakirə olunan şeylərdən biri odur ki, İrəvanı niyə verdilər? Amma bu məsələyə indiki prizmadan yanaşanda bu biraz xeyli ədalətli görsənir. Yəni biraz yox. Bax siz təsəvvür edin ki, 44 nəfər oturmusunuz Tiflisdə. 44 nəfər deyil, o da istiqlaliyyət bəyannaməsini qəbul edəndə 26 nəfərdir hətta. Yəni belə deyim də 20-30 nəfər oturmusunuz bir yerdə. Hamınız Azərbaycanlısınız. Və deyirsiniz ki, biz Azərbaycanı müstəqil elan edirik. Hətta müstəqilliyin elanı haqqında xəbəri belə dünyaya çatdıra bilmirsiniz. Bizim dəstəklərdə söz var, Fətəli xan Xoyski dünya ölkələrinə mayın 29-da xəbər çatdırdı ki, biz müstəqilik. Halbuki heç birbaşa xəbəri də çatdıra bilməmişdi. Çünki gözlər imkan verməmişdi teleqrafdan istifadə etməyə. Fətəli xan Gəncədəki qardaşına çatdırmışdı. Onun orada telefonu vardı. O telefondan xəbər alandan sonra Gəncə cəmaətine demişdi. Sonra oradan İstanbula ötürmüşlər məlumatı. İstanbuldan da başqa yerlərə ötürmüşlər müstəqillik haqqında məlumatı. Yəni siz təsəvvür edin ki, xəbərin ötürülməsi imkanı olmadığı halda belə həmin insanlar qınayırlar ki, niyə İrəvanı Ermənistana verir?